Dayanın və bu portağallı qış piroquna mütləq baxın. Baxmadan keçməyin. Bu piroq ətri, dadı, yumuşaqlığı və görüntüsü ilə hər kəsi valeh edir. Əvvəlcə portağalın qabığını rəndələyib, doğrayıb, qabıqlarını təmizləyib blenderdən keçirirəm. Qazana töküb, üzərinə şəkər tozu və nişasta əlavə edib bişirirəm. İçlik çox möhtəşəm, ətirli olur. Sonra xəmir üçün qaba yumurta sarısı, azca duz, şəkər tozu, vanil, kərə yağ və qatıq əlavə edirəm. Bunları yaxşı qarışdırdıqdan sonra üzərinə un və qabartma tozu əlavə edib yumuşaq, azca ələ yapışan bir xəmir yoğururam. Xəmiri iki hissəyə bölüb, bir hissəsinə kakao əlavə edib, iki rəngli xəmir hazırlayıram. Xəmiri formaya yerləşdirirəm və üzərinə portağallı içliyi əlavə edirəm. Üzərinə kakaolu xəmiri yerləşdirib, oradan-buradan şişməsin deyə çəngəlləyirəm və 180 dərəcədə sobada bişirirəm. Üzəri üçün yumurta ağını, azca duz, şəkər tozu, vanil, azca limon suyunu mikserlə çırpıb bezi hazırlayıram. Bu qatılıqda olduqda artıq bezi hazırdır. Bezini sobadan çıxardığım bişmiş piroqun üzərinə yayıram və qaşıqla biraz forma verirəm. Yenidən üzəri xəfif qızarana qədər 5-10 dəqiqəlik sobaya qoyuram. Nəticə inanılmaz gözəl alınır. Ətirli, yumuşaq və qış günləri üçün ideal portağallı piroqumuz hazırdır. Tam resept kanalımda var. Bəyənib abunə olmağı unutmayın. Hələlik.